Yox, elə necə var elədir, heç bir dəyişiklik yoxdur. Sünüb qiymət artırmaqdır. Mənim heç bir şeydən narazılığım yoxdur, amma o sıxlığa, cəmaatın əziyyət çəkməyinə, gecə vaxtı avtobusun gec olmağına, qrafikin pozulmasına, bəzi şoferlərin özbaşınalığına sayın bəsdir. Ancaq belə çox əladır. Əladır. Yəni mən maşınım var, maşınla sürürəm. İndi belə gəlmişəm görürəm əladır. Hamı minir. Yox qızım. Yox. Mən Bakıda yaşamıram, Sumqayıtda yaşayıram. Mən Sumqayıtda normaldır. Yox. İntervalla əlaqəli. Çox gözləməli oluruq hələ. Əslində dəyişiklik hiss eləməmişəm. Elə hər şey olduğu kimi də. Xeyr. Heç bir keyfiyyət dəyişikliyi olmur. Xeyr, heç nə. Əksinə də indicəmişim. Çox asta gəlirlər, həm də belə deyim də təhlükəli sürürlər biraz da. Yox, heç bir söhbət gedə bilməz. Yaxşılığa doğru ki, nə deyirsiniz, nə dedirsiniz? Keyfiyyətdən heç bir söhbət gedə bilməz, amma insanlar arasında biri də mən olaraq çox narazıyıq ki, qiymət artımından çox narazıyıq. Neft ölkəsiyik biz. İnsanlar çox acınacaqlı vəziyyətdədirlər. Nə yazık ki, xeyr. İctimai nəqliyyatların sıxlığından, qiymət artımından, mehribanlaşın deyə bir avtobusun yerinə 5 avtobusluq vətəndaşları yığmaqdan. O cümlədən metrolar da biraz düzəlsə daha yaxşı olar. Yox, nə keyfiyyətdən danışmaq olur. Basaba cəmaət elə əvvəlkindən də pis gündədir. Cəmaət bir-birinin başının üstündə gedir. Nə keyfiyyət, azı keyfiyyət. Pul artırır, amma keyfiyyət yoxdur. Azərbaycan çətin keyfiyyət olar. Pul qalmadı. Xırdaların avtobusunu dəyişsədilər yaxşı olardı. Çox pis gündür, keyfiyyət də yoxdur. Ağ paltarda oturursan, qara paltarla da çıxırsan. Bu nətər baxlar? Sideniyalar pis gündədir. Həddindən artıq bir avurçudur. Bu cür varlı devlətdə yaşayırıq respublikada. Amma bilmir ya pullar hara gedir. Cimimizə girirlər. Nəqliyyat nazirinə müraciət eləmək lazımdır. Nə qədər müraciət edirlər? Avtobusları dəyişən yoxdur. Xırdalan, Abşeron rayonunun avtobusları çox pis gündədir. Həddindən artıq. Nə hiss edeyim ki, pensiyalarda moda kəsiblər. Nə hiss edeyim? Alırdım da, sosial pensiyalarda moda kəsiblər ki, ged qəbristanlığa öl. Orada da yeri 3000'ə verirlər. Hardan götürüb? Demək olar ki, yox elə həminki cimiddə. Yox, həminkidir. Necə var elədir? Xeyr, eyni şeydir. Çoxunluqla insanlar çox da yenə də fərq eləmir. Baskı çox olur, sıxlıq. Bu Sumqayıt yolunda olan avtobuslarda dəyişiklik olsa lap yaxşı olar. Məsələn, Masazırdan gələn avtobuslar ümumiyyətlə avtobus kimi sayılmaz. Ümumiyyətlə. Düzdür, təzə avtobusları veriblər, yəni istifadədə var. Sadəcə o köhnə avtobusa minmək və insanların orada olan o gəlişidir. Yəni ki, dəhşət bir şeydir də. Yəni yaşananlar çox dəhşət bir şeydir. Yəni onlara da baxılsa lap yaxşı olar. Yox, gediş haqqını artıranda biraz cəmaatın mən təqaüdçüyəm. Təqaüdünü də biraz artırsınlar. İnanırsınız bir yerə çatanacan buradan ora bir 2 manatlıq yol gedirəm. Metro ilə, sonra avtobusla, sonra yenə avtobusla. Çörək pulumuz azalır. Yəni ki, çox zulumdan gedirdik. Əlavə 500 açılıb, 508, 503. Rahat gedib gəlirik. Hə, yəni basa-bas tıxatıq olmur. Çox razıyam. Rahat gedirəm. Mən hesab edirəm ki, qiymət dəyişib, amma keyfiyyət heç bir dəyişiklik yoxdur. Həmən basa-bas, həmən gecikmələr, marşrutda heç bir yenilik yoxdur. Amma qiymət təbii ki, bizə təsir eləyib. Kartımızı vururuq, görürük ki, cibimizdə pulumuz qalmır. Amma keyfiyyət söhbətində heç bir dəyişiklik yoxdur. Yaxşıdır. Yaxşıdır. Keyfiyyət. Mən heç eləməmişəm xanım.